Həzrət Əli əleyhissalam Küfədə xutbə oxuyur məsciddə, minbərdə. Özündən danışır, deyir, ənə seyyidül vəsiyin, mən vəsilərin ağasıyam və filanam özündən danışır. Ondan sonra deyir ki, kənə Habibi Resulullah sallallahu aleyhi və alihi və səlləm kəsirən mə yəqul. Deyir, mənim sevdiyim adam, Habibi yəni sevdiyim bir adam, sevdiyim adam olan Peyğəmbər tez-tez bu sözü deyərdi, tez-tez. 25 ildir Küfə hədis eşitmirdi, hədis qadağan idi. İndi Əli əleyhissalam hədis danışır. Deyir, mənim sevdiyim şəxs olan Peyğəmbər tez-tez bu sözü deyərdi. Ya Ali, hubbukə təqva və iman və buğzukə kufrun və nifaq. Deyirdi, ya Ali, sənin sevgün, sənin məhəbbətin təqvadır, sənin məhəbbətin imandır və sənlə düşmənçilik isə küfürdür və nifaqdır, münafiqlikdir. Baxma ki, namaz qılır, baxma ibadət eləyir. Meyar sənsən, sənə münasibətdir. Sənə münasibətdə kimliyi bilinir. Sənə olan məhəbbət, iman və təqvadır. Məhəbbət yoxdursa, düşmənçilik varsa, küfürdür. İstəyir günə 1000 rükət namaz qılsın, namazını aldanma. Sən meyarsan, adam kimdir? Sənə münasibətindən bilinir. Adam mömindir, kafirdir, nədən bilinir? Əliyə münasibətdən. Mənəviyyat bundan ölçülür.